Salam uşaqlar, bugün cimlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Tak, mövzumuz составление tekstов, mətnlərin tərtibidir və qalmışıq 13-cü sualda. Gəlin baxaq. Amma uşaqlar, keçməmiş qoy belə bir qayda deyim də sizə. Yəni necə onu biz tapmalıyıq? Yəni bu tapşırıqda hər cümlə məsələn bir məlumat parçasıdır, düzdürmü? Və biz necə eləməliyik bunu? Yəni məntiqli, ardıcıl və təbii bir hekayə düzəltməliyik. Məsələn, əgər tarixi məlumatdırsa, əvvəl vaxtsa daha köhnə hadisə, sonra isə məsələn sonrakı bir hadisə gəlir. Əgər şəxsi həyat və ya da gündəlik hadisədirsə, əvvəl harada, sonra nə, sonra necə, ən sonda da nəticə rəy verilir. Əgər böyük şəxsiyyət haqqındadırsa, məsələn, əvvəl ümumi tanıtma gedir, sonra təhsili, sonra fəaliyyəti və ən sonda da deməli tövhəsi verilir. Bax, bu şəkildə işləməliyik. Gəlin indi 13-cü tapşırığımıza keçək. Mən hamısını oxuyum, birinci tərcüməsini də verim, ondan sonra da düzgün variantını deməli deyəcəm. Его впервые ввел в 1907 году biolog William Bateson. Deyir ki, bu termini ilk dəfə 1907-ci ildə biolog William Bateson təqdim etdi. Слово генетика появилось в русском языке в начале 19 века. Genetika sözü rus dilində 19-cu əsrdə deməli əvvəllərində meydana çıxdı. Оно было заимствовано из английского языка, o ingilis dilindən alınmışdır. Сегодня этот термин название целой науки və bugün də bu termin bütöv bir deməli elmin adıdır, belə deyək. Və uşaqlar, necə olmalıdır burada? Əvvəlcə sözün, belə deyədim, sözün rus dilində nə vaxt yarandığı, sonra haradan gəldiyi, sonra onu kimin elmə gətirdiyi və nəhayət bugünkü mənası verilməlidir. Bu şəkildə olmalıdır. Əlbəttə ki, слово генетика появилось в русском языке в начале 19 века. Оно было заимствовано из английского языка. Дальше его впервые ввел в 1907 году биолог Уильям Бэтсон. И сегодня этот термин название целой науки. Deməli, D variantı bizdə olmalıdır. Так, дальше. Burada da eynən во французский язык это слово перешло из греческого языка. Deyir ki, fransız dilindən bu söz fransız dilinə bu söz Yunan dilindən keçibdi. Слово биография появилось в русском языке в 18 веке. Biologiya sözü rus dilində 18-ci əsrdə meydana çıxdı. Ondan sonra Оно попало в русский язык из французского языка. Deməli, o rus dilinə fransız dilindən daxil oldu. Образовалось оно от греческих слов жизнь и пишу. Bu söz Yunan sözləri olan həyat və yazıramdan əmələ gəlib. Yəni iki sözdən. Жизнь и пишу. Burada deməli biz necə olmalıdır? Слово биография появилось в русском языке в 18 веке. Дальше оно попало в русский язык из французского языка. Во французский язык это слово перешло из греческого языка и образовалось оно от греческого слова «жизнь» и «пишу». Uşaqlar, əvvəlcə rus dilində nə vaxt yarandı, sonra haradan gəldi, sonra fransıza haradan keçdi, ən sonra isə mənşə, yəni kökü izah olunur burada. Так, belə. Дальше. 15-də. А с 1938 года это слово вошло в словари. Deyir ki, 38-ci ildən bu söz lüğətlərə deməli daxil oldu. Оно перешло из английского языка, o ingilis dilindən keçmişdir. В русском языке слово «лидер» появилось в начале 20 века. Rus dilində lider sözü 20-ci əsrin əvvəllərində meydana çıxdı. Первоначальное же значение слова «лидер» в словарях – rukovodитель. Və deməli, lüğətlərdə lider sözünün ilki mənası rəhbərdir deməkdir də, rəhbər deməkdir. Deməli, burada bizdə
Кедр. В русском языке слово «лидер» появилось в начале 20 века. Оно перешло из английского языка. 1938 года это слово пошло в словари. И первоначальное же значение слова «лидер» в словах «руководитель». Демәлі D вариантыdır. Görürsünüz də, əvvəlcə sözün rus dilinə nə vaxt yarandığı, sonra haradan gəldi, sonra nə vaxt lüğətə düşdü, ən sonra da ilkin mənası məsələn verilir. Дальше, 16-da. А в словарях это слово встречается с 1804 года. Lüğətlərdə bu sözü 1804 ildən rast gəlinir. Оно перешло в русский язык из латинского языка. Демәли, рус diline латин dilindən keçmişdir. В переводе слово литература означает рукопись, сочинение. Ədəbiyyat sözü tərcümədə əlyazma və əsər deməkdir. В русском языке слово литература появилось во второй половине 18 века və rus dilində ədəbiyyat sözü 18-ci əsrin ikinci yarısında meydana çıxdı. Deməli, burada da necə olmalıdır? В русском языке слово литература появилось во второй половине 18 века. Оно перешло в русский язык из латинского языка. Дальше в переводе слово литература означает рукопись, сочинение. И в словарях это слово встречается с 1804 года. Deməli, C variantı burada uyğundur. Əvvəlcə sözün deməli rus dilində nə vaxt yarandığı, gördünüz, sonra hardan gəldi, sonra mənası, ən sonda da lüğətlərdə ilk dəfə nə vaxt deməli qeyd alınmışdı da belə deyək. Дальше 17-də. Тогда это слово имело форму матрос. Deməli, deyir ki, o vaxt bu söz matros formasındaydı. Слово матрос используется в русском языке с 17 века. Və матрос sözü rus dilində 17-ci əsrdən istifadə olunur. На этом языке это слово означало рядовой военного флота. Bu dildə bu söz hərbi, deməli, belə deyək də, sıravi bir əskəridir. Belə deyək də, военный flot, yəni dəniz hərbilərdə belə deyək. Дальше. Так, в rусский язык оно попало из голландского языка. Rus dilinə də bu söz Holland dilindən daxil olmuştur. Deməli, burada olacaq слово матрос используется в русском языке с 17 века. Тогда это слово имело форму матрос. На этом языке... Так, в русский язык оно попало из голландского, и на этом языке это слово означало рядовой военного флота. Deməli, E variantı buradadır. Necə oldu? Əlbəttə ki, əvvəlcə sözün rus dilinə nə vaxt işlədiyi, sonra ilkin forması, sonra hardan gəldi, ən sonrası da Holland dilindəki mənası verilir. Так, 18-də uşaqlar. Так, оно означает предметы комнатной обстановки. Так, оно означает предметы комнатной обстановки. Deməli, o otaq mebelləri mənası verir. Sonra это слово появилось в русском языке в конце 17 века. Bu söz rus dilində 17-ci əsrin sonrasında meydana çıxdı. Слово мебель пришло в русский язык из французского языка. Так, deməli, mebel sözü rus dilindən, fransız dilindən gəldi. И во французский язык оно попало из латинского. Və fransız dilinə latin dilindən gəlmişdi. Deməli, bizdə слово мебель пришло в русский язык из французского языка. Sonra dördüncü gedir burada. Во французский язык оно попало из латинского. Дальше это слово появилось в русском языке в конце 17 века, и она означает предметы комнатной обстановки. Deməli, A variantı burada düzdür. Так, дальше. 19-da. Составьте текст. Сейчас оно часто используется в русском языке. Deyir ki, indi bu söz rus dilində tez-tez işlədilir. Оно было заимствовано из английского языка. O ingilis dilindən alınmıştır. Это слово означает спортивное состязание в игре. Bu söz oyunda idman yarışı mənasını verir. Слово матч появилось в русском языке в конце 19 veka və maç sözü rus dilində 19-cu əsrin sonunda meydana çıxıbdı. Deməli, olur. Слово матч появилось в русском языке в конце 19 века. Оно было заимствовано из английского языка.
Дальше. Это слово означает спортивное состязание в игре, и сейчас оно часто используется в русском языке. Deməli, B variantı burada uyğundur. Əvvəlcə sözün rus dilinə nə vaxt yarandığı da, rus dilində nə vaxt yarandığı, sonra hardan gəldi, sonra mənası və ən sonda da bugünkü işləməsi verilir. Так, дальше, 20. Он учился в то время у известных в городе Мул. Deyir ki, o vaxt şəhərin tanınmış mollalarından dərs alırdı. Первоначальное образование Məmməd Quluzadə получил в медресе. Deyir ki, Məmməd Quluzadə ilk təhsilini mədrəsədə almışdır. Medrесе обучали детей по арабским и персидским книгам. Mədrəsədə uşaqlara ərəb və fars kitabları üzrə təhsil verirdilər. Ondan sonra затем писатель продолжил обучение в Горейской семинаре və sonra yazıcı təhsilini Qori seminariyasında davam etdirdi. Belə. Deməli, düzgün necə olmalıdır? Əvvəlcə yazıcının ilk təhsil yeri, sonra orada kimlə oxudu, sonra orada necə təhsil verildi, ən sonra da təhsilin davamı verilir. Düzdürmü? Deməli, necə olmalıdır? Первоначальное образование он получил в медресе, он учился в то время у известного городе Мул, sonra в медресе обучали детей по арабским и персидским книгам, и затем писатель продолжил обучение в Корейской семинарии. Deməli, C variantı burada uyğundur. Дальше. Писатель изучил персидский и арабские языки. Deyir ki, yazıcı fars və ərəb dillərini öyrəndi. На всех этих языках Axundzadə писал свои произведения. Və deyir ki, Axundzadə öz əsərlərini bütün bu dillərdə yazırdı. Затем он изучил в училище в Нухе русский язык. Sonra da o Nuxa məktəbində rus dilini öyrəndi. Və Axundzadə получил духовное образование в медресе və Axundzadə mədrəsədə dini təhsil aldı. Burada da uşaqlar necə olmalıdır? Deməli, əvvəlcə Axundzadənin mədrəsədə təhsil alması, sonra orada fars və ərəb dillərini öyrənməsi, sonra rus dilini öyrənməsi, ən sonda isə bütün bu dillərdə əsər yazması verilir. Yəni, vacibdir də, ardıcılıq burada vacibdir uşaqlar. Deməli, burada Axundzadə получил духовное образование в медресе, писатель изучил персидский и арабский, затем он изучил в училище в Нухе русский язык и на всех этих языках писал свои произведения. Deməli, E variantı burada uyğundur. Дальше, 22. Burada söhbət nədən gedir? Композитор написал несколько прекрасных балетов. Композитор написал несколько прекрасных балетов. Bəstəkar bir neçə gözəl balet yazmışdır. Qarayev внес огромный вклад в мировую культуру. Qarayev dünya mədəniyyətinə böyük töhfə vermişdir. Он также преподавал в Бакинской консерватории. O, deməli, həmçinin Bakı konservatoriyanda dərs demişdi. Он был великим композитором и талантливым педагогом. Və o deyir ki, böyük bəstəkar və istedadlı pedaqoq idi. Belə. İndi uşaqlar burada nə? Əvvəlcə onun dünya mədəniyyətinə töhfəsi, sonra onun kim olduğu, bəstəkar, məsələn, ya pedaqoq, sonra işi balet yazması, ən sonra da pedaqoji fəaliyyət verilir. Yəni, pedaqoji fəaliyyəti də yəni verilir, belə deyək də. Tak. Yəni, buradan belə deyək də, ümumidən süsiyə doğru gedir. O şəkildə tapmalıyıq biz. Так, смотрите, Гараев внес огромный вклад в мировую культуру. Ondan sonra он был великим композитором и талантливым педагогом. Композитор написал несколько прекрасных балетов. Он также преподавал в Бакинской консерватории. Bu şəkildə deməli E variantı uyğundur. Və axırıncı sualımız. Мы уже давно хотели посмотреть его. Biz çoxdan ona baxmaq istəyirdik. Сегодня мы с сестрой были в театре. Bugün bacımla teatrdaydık. Этот спектакль нам очень понравился. Bu tamaşa bizə çox xoş gəldi. Там мы посмотрели новый спектакль. Biz orada tamaşaya baxdıq. Deməli, uşaqlar, burada nə etməliyik? Burada da
əvvəlcə harada olduqları, sonra orada nə etdikləri, sonra tamaşadan məsələn təəssüratları, ən sonda isə bunu çoxdan istədiklərini, yəni hadisənin təbii belə deyək də axını verilir burada. Gəlin baxaq. Сегодня мы с сестрой были в театре. Там мы посмотрели новый спектакль. Этот спектакль нам очень понравился. Мы уже давно хотели посмотреть его. Burada уже C variantıdır belə uşaqlar. Və bir də qaydanı təkrar edirəm ki, burada bizim vəzifəmiz məntiqli, ardıcıl və təbii bir hekayə düzəltməkdir. Düzdürmü? Yəni əgər tarixi məlumatdırsa, dediyim kimi əvvəlcə vaxtca daha köhnə hadisə, sonra isə sonrakı hadisə gəlir. Ondan sonra əgər şəxsi həyat və gündəlik hadisədirsə, onda əvvəl harada, sonra nə, sonra necə, yəni ən sonda da nəticə rəy verilir. Və əgər böyük bir şəxsiyyət haqqındadırsa, əvvəli ümumi tanıtma, sonra təhsili, sonra fəaliyyəti, ən sonra da tövhəsi verilir. Yəni hamısı ardıcıllıqla olmalıdır uşaqlar. Belə, sağ olun, görüşərik.